layiq olduğundan artıq tərifləmək yaltaqlıqdır. Layiq olduğundan az tərifləmək isə acizlik və ya paxıllıqdır. Ən ağır günah insanın yüngül və kiçik hesab etdiyi günahdır. Kim öz eybinə baxsa, başqasının eybini görməz. Allahın verdiyi ruziyə razı olan kəs, əlindən çıxan şey üçün kədərlənməz. Kim zülm qılıncını çəksə, həmin qılıncla öldürülər. Kim pis yerlərə daxil olsa, xalq onun barəsində pis gümanda olar. Çox danışan kəs çox səhv edər. Çox səhv edən kəsin həyası az olar.